Gəldilər, mən də təndirə çörək bişirirdim. Təndir yiyəsi də kamera qoymuşdu evə ki, yəni bunun puluna zadına aldırmır. Bax, gəldilər qrajdanla girdilər qapıdan, narkobiznesin işçiləri. Oğlum Naiqin qolunu qandaladılar, apardılar da gördünüz əvvəlcə. Bax, bax məni vurur. Bax. 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 Qolumu vurur, məni vurur. 3 dəfə məni şapalanla vurur. Getdi çölə. İndi bir də qayıdıb gəlib vuracaq. Bax. Bax. Bax, bir də gəlib vuracaq. Oğlumu salırlar içəri, döyürlər. Oğlumun çığırtısı qalxır Allahın yanına. Mənə dedi ki, sən də burada təndir çörəyinin altında narkotik salsan, sən də tutacağım. Yalandan başını bağlamısan, namaz adına özünü namaz qılan kimi təqdim edirsən, sənin də bu işdə əlin var. Onlar dəstəsi ilə tökülüblər, qara BMW maşınla tökülüblər. Aparırlar DSK zadın həyətinə, narkobiznesin həyətinə. Orada döyüblər, qabağına qəşək hər şey qoyublar ki, bunların hansını götürürsən, götür, bir şey götürməlisən. Çox adlıyıb ki, götürməsin, döyüblər, dişin qırıblar. Ərzəsinə qol çəkdiriblər ki, ananı gətirərik, arvadın uşağını gətirərik bura. Gözlərindən yığıb evə qadın qabağına, pəncərənin ağzına neçə meşoxlar. Gətirib evə yığandan sonra, evdə çəkəndən sonra, evdə kameramız vardı, kameranı evin üstündən götürüblər. Düz 20 ay məhkəmə gedəndən sonra, 20 aydan sonra 21-ci ayı martın 7-sində Naiqə prokuror 10 il dedi. Məhkəmədə 8 il yarım verdi. Videolarımızı vaxtında izləmək üçün Baku Times şəbəkəsinə abunə olub bildirimləri açmağı unutmayın.